Bismillahirrahmanirrahim. Əziz dostlarımız, biz yeni bir proqramla siz əziz Quran oxumaq istəyənlərin xidmətindəyik. Bu proqramımız nədən ibarətdir? Bu proqram ərəb əlifbasını bilənlər üçündür. Yəni onlar ki, ərəb əlifbasını bilirlər, amma o hərfləri bir-birlərinə qoşa bilmirlər və hecalaya bilmirlər. Biz belə bir qərara gəldik ki, inşallah hərfləri birinci birləşdirək, yəni ayə yazılsın və sonradan onların işarələnmə qaydalarını sizlərə göstərək. Bunu da qeyd edim ki, ola bilər biri hərfləri tanısın və işarələri tanımasın. Bu dərsdən edə bilər Quran-ı Kərimi öyrənsin, yəni bu proqramın. Amma ola bilməz biri hərfləri bilməsin, amma bununla Quran-ı Kərimi öyrənsin. O biraz onun üçün çətin olar. Əlbəttə gərək o qədər zirəng olsun ki, onu başa düşə bilsin və Quran-ı Kərimi öyrənsin. Elə bilirəm ki, bu qayda sizlərə çox faydalı olacaq, əziz dostlarımız. İnşallah biz lövhədə bir-bə-bir ayələri yazacağıq və işarələnmələri sizlərə təqdim edəcəyik. Və siz də bu vasitə ilə edə bilərsiniz, Quran-ı Kərimi yavaş-yavaş öyrənəsiniz. Bunu da qeyd edim ki, biz Quranın axır surəsi olan Nəs surəsindən dərsimizi başlayırıq. Çünki bu ayələr həmi asandır və surə özü də qısa surələrdəndir inşallah. Və başlayaq dərsimizə. Birinci Quran-ı Kərimin surəsinə başlayanda Bismillahirrahmanirrahim kəlməsi ilə, ayəsi ilə başlayırıq. Biz Bismillah ayəsini burada görürsünüz hərəkəsiz və hərəkəsiz yazmışıq. Mən burada B hərfindən başlayaraq hərəkələnmə qaydasını sizə təqdim edirəm. Biz harda sakin və harda məddili, yəni uzadıcı i, u işarələr olarsa, biz hecalanmanı ora salacağıq. Yəni biz orada dayana bilərik. Biz B hərfini uzada bilmərik. Çünki B qısa işarələrdəndir. Biz burada görürük, burada bir əlif var və üzərində birləşdirici həmzə var. Biz burada bismi kəlməsini Allah kəlməsinə qoşacağıq. Çünki Allah kəlməsində diqqət edirsinizsə təşdid var. Bismillah. Burada hi var. Və burada yenə əlif var. Oxunmur çünki birləşiləcək. Burada ra hərfinin üzərində təşdid var. Rahmanirrahim. Burada yenə əlif oxunmur. Bismillahirrahmanirrahim. Bu Nəs surəsinin Bismillahirrahmanirrahim ayəsi. Nəs surəsinin birinci ayəsindən başladıq. Qul a'udhu. Qul a'udhu bi rabbin nas. Burada qul a'udhu bi rabbin nas idi. Amma biz burada dayanarkən, vəqf edərkən onda bu sakinə çevriləcək. Biz bunu buradan götürəcəyik. Amma Quran-ı Kərimdə bu yazılaraq var. Qul a'udhu bi rabbin nas. Hər zaman siz bu kəlmə ilə bu kəlmə arasında belə bir əlif gördünüzsə və üzərində kiçik sad işarəsi qoyulubsa, biz buradan mütləq bura keçid etməliyik və birləşdirməliyik. Deməli, birinci ayəmiz oldu. Qul a'udhu bi rabbin nas. Nəs surəsinin ikinci ayəsi.
ki. Burada görürsünüz, yuxarıda ayədə qeyd elədiyim kimi əlif var. Bu birləşməlidir bura. Bu ayə birləşməlidir buna. Çünki nun hərfinin üzərində burada nə və təşdid işarəsi var. Necə oxuyacaq? Məlikin nəsi. Məlikin nəsi. Və burada dayandığımız üçün, ayənin sonu olduğu üçün burada bir sakin işarəsi qoyacağıq. Sonraki ayə İləhi. Quran-ı Kərimdə bu forma yazılıb, məddli əliflə. İləhi. Burada yenə əlifin üzərində birləşdirici həmzə qoyuruq, yenə oxunmayacaq və birləşiləcək. Nun hərfinin üzərində təşdid və məddili əlif var burada. İləhinnəsi. Yenə burada biz kəsrəni pozuruq. Burada dayandığımız üçün sakin işarəsi qoyuruq. İləhinnəs. Və dördüncü ayəmiz. Min şərril. Burada ləm hərfin üzərində yenə sakin var. Burada dayanacaq. Əlif burada oxunmur. Min şərril vas və sil. Vasvasil. Əlif yenə oxunmur burada. Xannəsi. Min şərril vasvasil xannəsi. Ayənin sonu olacaq xannəs. Bunu götürürük kəsrəni. S hərfinin üzərində bir dənə sakin qoyuruq. Və 5-ci ayəmiz Nəs surəsində. Diqqət edirsinizsə, əlifin üzərində vəsl birləşdirici həmzə qoyulub. Bu elə həmin bu kəlmələri oxumaq üçün bu əlifdən istifadə olunur. Kəlmənin ortasında diqqət etdinizsə yuxarıki ayələrdə oxunmurdu. Amma burada biz bunu ə formasında oxuyacağıq. Düzdür, Quran-ı Kərimdə bu ə qoyulmayıb burada. Amma bəzi qaydalara əsasən burada əlləzi kəlməsinin əvvəlində olan əlif ə işarəsi ilə oxunur. Əlləzi. Əlləzi. Yuvasvisu fi suduri. Burada yenə əlif var. Həmin bu əlif bu əlifdəndir. Kəlmənin ortasında gəldikdə oxunmur. Birbaşa keçid olur bu hərfə və sonra oxunur. Bu yalnız kəlmələrin əvvəlində oxuna bilir. Əlləzi yuvasvisu fi sudurinnəsi. Və yenə bu sidə bunu götürürük. Olacaq sudurinnəs. Və əziz dostlarımız, Nəs surəsinin axırıncı ayəsi, 6-cı ayəsi bundan ibarətdir. Minəl. Əlif oxunmadı yenə. Oxunmadığı üçün burada bir dənə belə bir işarə qoyurlar. Kiçik sad işarəsi. Minəl cinnə. Cinnə. Minəl cinnəti. Və əlif yenə oxunmur. Burada nun hərfin üzərində yenə təşdid var və əlif məddi var burada. Si oxuyuruq. Minəl
cinnəti van nas. Çünki biz burada minəl cinnəti tini uzada bilmərik. Yəni hecanı tinin üzərinə sala bilmərik əziz Quran öyrənənlər. Buna çox diqqətli olmalıyıq. Minəl cinnəti van nas. Biz hecanı nun hərfinin üzərinə salacağıq. Onda Quran-ı Kərim səhv oxunuşdan xilas olacaq, belə deyək. Və nəs burada nəsidir, amma biz ayənin sonunda dayandığımız üçün burada nəs formasında yazılır. İnşallah sizlərə gözəl Quran oxumağı, tilavət etməyi arzu edirəm. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuh.